Hər vaxtınız xeyir olsun. Diyanət 4-cü sinif riyaziyyat yay dərslərindən mövzu izahlarımız davam edir. Bu faylda, yəni bəzi suallar var ki, hansılar ki, onlar bizə 5-ci sinifdə lazım olacaq. Məhz o sualların, yəni 5-ci sinifdə lazımlı olan suallardandır, yəni hansı ki, biz o sualların izahına baxacağıq. Bəzilərini izah edəcəm, yəni burada bir sualla bağlı, yəni eyni sualla bağlı bir neçə sual da əlavə salmışam ki, özünüz işləyəsiniz. İlk sualımızla başlayaq. Bildirir ki, 2 ədədin fərqi 815-dir, azalanın sonu 5 rəqəmi ilə bitir. Bu rəqəmi isə çıxılan alınır, azalan və çıxılanın cəmini tapın. 2 ədədin fərqi, bu ədədlər bilmirik hansı ədədlərdir, amma bilirik ki, birincinin sonu 5 rəqəmi ilə, yəni azalanın sonu 5 rəqəmi ilə bitir. Və bu rəqəmi siləndə, yəni 5-i siləndə çıxılan alınır, yəni o çıxdığımız ədəd alınır. O zaman biz 5-i siləndə nə qalır? X, Y qalır, yəni. 3 rəqəmli bir ədəd son 5 rəqəmi ilə bitdi və 5-i sildik, 2 rəqəmli bir ədəd qaldı və bir-birindən çıxanda neçə qalır? Alt-alta yazırıq bu sualı. 815 qalır. İndi düşünürük, Y burada neçədir ki, 5-dən nə çıxanda, yəni 5 qalar? Y 0 olur. Gəlirik, yəni Y-in olduğu yerlərə 0 yazırıq. O zaman X neçədir ki, yəni belə deyil də 0-dan 0 deyil təbii ki bu. Ondan neyi çıxırlar ki 1 qalıb? Belə çıxır ki X-da nəymiş? 9-ymuş. Deməli azalanımız oldu 905, çıxılanımız oldu 90. Bizdən bunların cəmini soruşur. Azalanla çıxılanın cəmi. Bu deyilir 995. Baxın, birinci sualı izah elədim. İkinci sual da onun kimidir. Üçüncü sual da onun kimidir. 4 da onun kimidir. Yəni bunları özünüz yaza bilərsiniz. Baxırıq indi 5-ci suala. Yer üçbucağın birinci və ikinci tərəflərinin cəmi 42-dir. Birinci və üçüncü tərəfinin cəmi 38-dir. İkinci və üçüncü tərəfin cəmi də 44-dür. Perimetrini tapın. Ümumiyyətlə, üçbucağın perimetri necə tapılır? Perimetri ümumiyyətlə istənilən fiqurda üçbucaq ola bilər, dördbucaq ola bilər, düzbucağı və s. Bütün fiqurlarda perimetri tərəflərin yəni toplamaqla alınır. Üçbucağın da 3 dənə tərəfi var bilirik ki, yəni həmin o tərəflərin ölçüsünü biz toplayaraq perimetrini alırıq üçbucağın. İndi bizə tərəflər verilməyib. Tərəflər barədə bir sıra məlumatlar verilib. Bildirir ki, üçbucağın birinci və ikinci tərəfinin cəmi. Birinci tərəfimiz olsun A, ikinci tərəfimiz olsun B. Birinci ilə ikincini toplayanda deyir 42-dir. Birinci və üçüncü tərəfin cəmi. Birinci tərəf axı dedik A-dır, onda üçüncü tərəfə verək C hərfi. C yəni oldu 38. İkinci və üçüncü tərəfin cəmi. İkinci tərəfi B ilə işarə eləmişdik. Üçüncü tərəf yenə C idi. Toplayanda alınır 44. Bura qədər gələndən sonra baxırıq. Hərəsindən, yəni bunları qarşı-qarşıya toplayırıq. 2 dənə A, 2 dənə B, 2 dənə C, yəni hər tərəfdən 2 dənə olanda, baxın, A hansı tərəf idi? Birinci tərəf idi, B hansı tərəf idi? İkinci tərəf idi, C hansı tərəf idi? Üçüncü tərəf idi. Hər tərəfdən 2 dənə olanda cəmləri necə olur? 42, üstə gəl 38, üstə gəl 44 alınır. Deməli, bunların cəmi alınır 124. Hər tərəfdən əgər yəni A-dan da 2 dənə olanda, B-dən də 2 dənə olanda, C-dən də 2 dənə olanda əgər 124-dürsə, biz də üçbucağın perimetri dedik nədir? Tərəflərini toplamaqla alınır. Yəni hər tərəfdən bir dəfə olanda, onda cəmi neçə olur? 124-ü bölürük 2-yə. O deyilir 62. Başqa cür buna belə izah verə bilərəm ki, bəzi uşaqlara belə izah edəndə başa düşürlər. Bəzi uşaqlara da belə izah edirik ki, yəni əgər cüt cəmlər verilibsə, baxın hərəsindən 2 dənədir də, qarşı-qarşıya toplayanda 2 dənə A, 2 B, 2 C alındı, düzdür? Və sonra bunların cəmini də topladıq. Deməli, cüt cəmlər veriləndə və üçünün cəmi soruşulanda, biz onda toplayandan sonra tərəfləri bölməliyik 2-yə. Cüt cəmlər verilir və üçünün cəmi soruşulursa, biz toplayırıq, bölürük 2-yə. Üçünün cəmi soruşularsa bəs nə deməkdir? Yəni üçbucağın bizdən perimetrini soruşuraq. Perimetrdə üçbucaqdan söhbət gedirsə, yəni 3 tərəfi toplamaqla alınır da, düzdür? Ona görə deyirəm ki, əgər cüt cəmlər verilib, üçünün cəmi soruşularsa, o zaman toplayırıq
və bölürük 2-yə. İndi 6-cı sual da eyni şəkildə. Artıq belə uzun uzadı yazmağımıza ehtiyac yoxdur heç. Nə edəcəksiniz? 56 üstəgəl 48 üstəgəl 52 toplayacaqsınız. Yenə perimetrini soruşur fiqurun. Böləcəksiniz 2-yə. Çünki cüt-cüt cəmlər verilib. 1 ilə 2-nin cəmi verilib. Sonra yenidən 1 ilə 3-ün cəmi verilib. Sonra yenidən 2 ilə 3-ün cəmi verilib. Yəni hər tərəfdən 2 dəfə istifadə olunur. O zaman toplayırıq, bölürük 2-yə. 3-ünün cəmi soruşulanda. 7-ci sual da əslində eyni şəkildədir. Sadəcə olaraq burada üçbucaqdan söhbət getmir. Yerinə ədəd qoyulur. Amma mən 7-ci sualı yenə də izah edəcəm. Çünki bir qədər dəyişiklik var burada. Fərqli cəhəti də var yəni sualın. Deyir, A və B ədədlərinin cəmi 50. Baxın, verilənləri yazıram. A ilə B-nin cəmidir. Demək, A üstəgəl B 50-dir. B ilə C ədədlərinin cəmi 58. Onda B üstəgəl C. Bilmirəm də bunların yerində hansı ədədlər var. Elə bil ki, gizlədiblər bizdən ədədləri. B ilə C hansısa bir ədəddir, yəni onların yerində nəsə bir ədəd durub. Amma onları biz görmürük. Amma toplayanda verir onların cəmi 58. A ilə C ədədlərinin cəmi isə deyir 44-dür. A, B və C-ni tap. Fikir verin, A ayrılıqda deyir neçədir? B ayrılıqda deyir neçədir? C ayrı-ayrılıqda neçədir? Yəni, bunların yerində hansı ədədlər durub, biz onu indi görmürük. Nə edirik? Fikir verin, yenə cüt-cüt cəmlər verilib. A-dan 2 dəfə istifadə olunub. Yəni, ona görə nə yazırıq? 2A. Yəni, bunları qarşı-qarşıya toplayırıq. B-dən də 2 dəfə istifadə olunub. 2B. Üstəgəl 2B. Üstəgəl C-dən də 2 dəfə istifadə olunub. 2C bərabərdir. İndi nə edirik? Bunları toplayırıq. 50 üstəgəl 58, 108. Üstünə də 44 gələndə eləyəcək deməli 152. Bəli, 152. Daha sonra nə edirik? Əvvəlcə cüt-cüt cəmlər veriləndə, üçünün cəmi soruşulanda nə edirik? Yəni A üstəgəl B üstəgəl C neçədir? Yəni 2 dənə A, əgər bax özünüz də məntiqiclə düşünün əziz şagirdlər. Əgər 2 dənə A, 2 dənə B, hərəsindən 2 dənə olanda cəmləri 152 olursa, onda hərəsindən 1 dənə olanda cəmlərin neçə olduğunu tapmaq üçün nə edərik? Bölərik 2-yə də. 152-ni bölürük 2-yə, o deyilir deməli 76. Aha, bunu da biləndən sonra, yəni üçünün cəmini tapdıq bir yerdə, bunlar 76 edir. Amma bizdən fikir verin, nə soruşurdu sualda? A ayrıca neçədir, B ayrıca neçədir, C ayrıca neçədir. Gəlirik bir-bir artıq yerinə qoyuruq. A ilə B-nin cəmini, baxın, qoyun, əlavə şeyləri silim. A ilə B neçə idi ki? A ilə B-ni toplayanda neçə verirdi bizə? 50. Gəlirəm, baxın, buradan rənginə, markerlə göstərirəm. A ilə B-ni yerinə qoyuram. Demək, A üstə gəl B əgər 50-dirsə, üstünə də C-ni gələndə 76 veribsə, onda C neçə oldu? Bax, burada yerinə qoyub C-ni tapıram. Onda belə çıxır ki, C 26-dır da. Toplayanda çünki 76 verməlidir. Gəlirəm indi ikincini. Bax, bu birincini qoydum yerinə, C-ni tapdım. Bax, gəlirəm indi bunu qoyuram burada yerinə. B ilə C-nin cəmi neçədir? 58. Bax, C-ni tapdıq, 26 qoyun yazın. Burada yazıram, C bərabər 26. İndi B üstə gəl C-ni yerinə qoyuram. Bax, B ilə C neçədir? 58. Yazım bura 58. A ilə bir yerdə toplayanda, yəni üçünü bir yerdə toplayanda bizə neçə verir? 76 oldu. A neçədir ki, üstünə 58 gəldi, 76 alındı. Təbii ki, 76-dan qayıdıb 58-i çıxırsınız. O da eləyir neçə? 18. Demək, A bərabərdir 18. Düzdür. Daha sonra nə edərik? Siz özünüz cavab verməyə çalışın. A, C-ni tapdıq, A-nı tapdıq. Nə qalır? B qalır. Onda gəlib neyi qoyuruq yerinə? A ilə C-nin cəmini qoyuruq burada yerinə. A ilə C bizə neçə verir? 44. Bu ikisini bir-biri ilə toplayanda 44 eləyir. Üstünə də B-ni gəliblər 76 alınır. Onda B neçədir ki? 76-dan çıxıram 44-dür. O da eləyir deməli 32. B də bərabər 32. Yəni baxın biz tapdıq. 8-ci sualı özünüz yazarsınız, eyni tipdir. Əslində 9-cu sual da eyni şeydir. Sadəcə yenə də mən izah edəcəm onu. Yəni sualın tipi eynidir. Biraz şagirdlər sizin məntiqinizlə işə düşməlidir. Dərindən düşünməlisiniz. Oxşarlıqları tapmalısınız suallardan. Yəni bəzən üstüzaq verə bilər, bəzən deyə bilər ki, restoranda nə bilim tutaq ki
Menyuda salatla kababın bir yerdə cəmi filan qədərdir. Müştərilər bu qədər sifariş verdilər, salat və kababı bir yerdə, nə bilim, kababla supu bir yerdə bu qədər sifariş oldu, supla nə bilim, salat bu qədər sifariş, yəni dəyişə bilər. Artıq özü şagird başa düşməlidir ki, hə, burada cüt-cüt cəmlər verilib, sünin cəmi soruşulur, sonra yerinə qoyuram, hər birini tək-tək tapıram. Yenə baxaq, bizə deyir, sübzağın birinci və ikinci tərəfinin cəmi 50-dir. Birlə ikinci tərəf 1-2 yazmayaq. Birinci tərəf olsun A, ikinci tərəf olsun B. Toplayanda deyir 50 eləyir. 1 ilə üçüncü tərəfin cəmi, birinci tərəf yenə A-dır, üçüncü tərəfə bu səfər deyir C. Eləyir 46. 2 ilə 3-ün cəmi də 2 ilə 3-cü tərəfin cəmi. İkinci tərəf axı B-dir dedik, üçüncü tərəfə də C dedik. Eləyir 60. Sonra bizdən ən böyük tərəfi tapmağımızı soruşur. Yəni, ya A-dır bu, ya B-dir, ya da C-dir də. Yəni, A ilə B-ni, C-ni tapandan sonra artıq təyin eləyəcək ki, hansı ən böyükdür. Nə edirik? Əvvəlcə üstünün bir yerdə cəmini tapırıq. 2A, üstə gəl 2B, üstə gəl 2C. Eləyir neçə? Bunları qarşı-qarşıya toplayırıq. 2 dənə A, 2 dənə B, 2 dənə C. Və bunları ədədləri də toplayıram. Deməli, 50 üstə gəl 46 elədi. 96, üstünə də 60 gələndə elədi 156. Düz topladığımda, deməli, bəli. Sonra A üstə gəl B, əgər hərəsindən 2 dənə olanda 156-dırsa, 1 dənə olanda hərəsindən 156-ını bölərəm 2-yə. Eləyər nə? 78, düzdür. Hə, indi gəlirəm bir-biri yerinə qoyuram. Yəni, A üstə gəl B üstə gəl C 78-dirsə, A ilə B-nin cəmini yerinə qoyub, baxın bunu. Gəlirəm C-ni tapıram. A ilə B-nin cəmi əgər 50-dirsə, üstünə də C-ni gələndə 78 alınırsa, onda belə çıxır ki, C 28-dir. Düzdür? Tapdıq. C neçə oldu? 28. Baxın bunu belə qoyaq. Sonra neyi qoyuram yerinə? A ilə C-nin cəmini qoyuram yerinə. A ilə C-nin cəmi əgər 46-dırsa, onda B-ni tapacam. Düzdür? A ilə C-nin cəmi 46-dırsa, B neçə olur? 46-ın üstünə necə gələndə 78 verir. Deməli, 78-dən 46 çıxır, o da eləyir 32. Onda B 32-dir. Baxın, deməli, C oldu 28, B oldu 32. Sonra da nə edirəm? B ilə C-nin cəmin yerinə qoyuram. B ilə C əgər 60-dırsa, onda A neçə eləyir? 78-dən çıxıram nə? 60. O da elədir 18. Və indi fikirləşin, görün, hansı daha böyükdür? A daha böyükdür, B yoxsa C? Təbii ki, ən böyük olan deməli B tərəfidir, 32-dir çünki. Baxın, bu B idi, bu C idi, bu da A-dır. Ən böyük hansıdır? B idi. 10-cu sual da eyni tipdir. 11 də eynidir, yəni bu artıq izah eləmirəm. 12 də eynidir, 13 də eynidir. Dediyim kimi, yəni dəyişə bilər məsələdə, tiplər dəyişir də, yəni söhbət başqa şeydən gedə bilər. Amma diqqətli olmaq lazımdır, görürsünüz. Bax, deyir 3 rəfdə, qoyun bunu da izah edeyim elə. Deyir 3 rəfdə, deyir ki 13-cü sualda 3 dənə rəfdə kitab var. Birinci rəfdən başqa qalanlarda 72. Baxın, 3 dənə rəfdir. Birinci rəf, hərəsinə tutaq ki, adı verir. Birinci rəf A rəfidir, ikinci rəf B rəfidir, üçüncü rəf C rəfidir. Deyir, indi birincidən başqa qalanlarda 72 kitab. Deyir, birinci tərəfdən başqa qalanlarda 72. Bax, birinci tərəf A-dır. A-nı tuturam. A-dan getmir söhbət. Digərlərində deyir 72 kitab var. Onda belə çıxır, B ilə C-nin cəmi nədir? 72. İkinci rəfdən başqa, onda ikinci rəfi tuturam bu səfər. B getdi. Digərlərində, qalanlarda deyir 66 kitab var. Onda belə çıxır, A ilə C-nin cəmi 66. Yəni, A rəfi ilə C rəfində olan kitabların sayı bir yerdə 66-dır. Üçüncü rəfdən başqa, demək C rəfi də üçüncü rəfi idi. Qalanlarda neçədir? 78. Yəni, birinci rəf A idi, ikinci rəf B idi. Orada olan kitabların cəmi də 78. İndi bura qədər mən gətirdim sualı. İndi həll edək. 2B, hərəsini qarşı-qarşıya toplayıram. Üstə gəl 2C, üstə gəl 2A. Toplayıram 72, üstə gəl 66, üstə gəl 78. Bu da eləyir 216. Sonra üçünün bir yerdə cəmi, yəni B rəfi, üstə gəl C rəfi, üstə gəl A rəfi, 216-nı bölürəm 2 eləyir 108. Yəni üçündə bir yerdə 108 kitab var. Sonra nə edirəm?
ən çox deyir hansı rəfdə kitab var. Orada mən hərəsində ayrı-ayrı neçə kitab var, onu tapmalıyam da. Yəni A rəfinə ayrıca tapmalıyam, B rəfinə ayrıca tapmalıyam, C rəfində neçə kitab var, ayrıca tapmalıyam. Bu zaman gəlirəm B ilə C-nin cəmini neyniyirəm? Burada qoyuram yerinə. B ilə C əgər 72-dirsə və A-nın da üstünə gələndə A rəfində olan kitabların üstünə gələndə 108 alınırsa, onda demək A-ya nə düşürük? 108-dən 72 çıxıram, eləyir 36. Sonra nə edirəm? A ilə C-ni yerinə qoyuram. 66 kitab var A ilə C rəfində. Düzdür? Onda B-ni tapacam. A ilə C-ni yerinə qoyaramsa B-ni taparam. 108-dən çıxıram 66. Eləyir deməli 42. Daha sonra neyi tapacam? C-ni tapacam. Necə tapacam? B ilə A-nı yerinə qoymaqla tapacam. B ilə A-da neçə kitab var idi bir yerdə? 78 kitab. Düzdür? İndi qoyuram 108-dən 78 çıxıram. Eləyir deməli neçə? 30. Yox. İndi baxın, hansı rəfdə bir daha çox kitab var? Təbii ki, B rəfində. Çünki orada 42 kitab var. Yenə eyni şəkildə, baxın 15-ci məsələ. Artıq burada yenə Elvin və Muradın bir yaşının cəmi 26. Bax, nə verilib yazırıq? Elvin, üstəgəl Murad, baş hərflərini yazıram. Eləyir 26. Muradla deyir Kamranın yaşının cəmi, Murad, üstəgəl Kamran. Bərabərdir 30-dur. Elvinlə Kamranın yaşının cəmi, Elvin, üstəgəlsin Kamran. Bərabərdir 28. Deyir Kamranın yaşını tap. Nə edəcəm? Hərəsindən qarşı-qarşıya toplayıram. Hərəsindən 2-dən olanda 2 Elvin, üstəgəl 2 Murad, üstəgəl 2 Kamran, yəni hərəsinin yaşının 2 qatı da belə deyir. Eləyir deməli neçə? Eləyir 84. Buradan üçünün cəmini tapıram. A üstəgəl M, üstəgəl Q, yəni Elvin, üstəgəl Murad, üstəgəl Kamran. Eləyir deməli 84-ü nə edirəm? 2-yə bölürəm. Elə bir qabaqlarında duran rəqəmə bölürük də və yaxud da 2-yə bölürəm. O da eləyir 42. Sonra nə edirəm? Kamranın yaşını tap deyir. Kamranın yaşını tapmaq üçün, Kamran budur. Elvinlə Muradın yaşının cəmini gəlib qoyuram yerinə. Rəngimizi dəyişək. Elvinlə Muradın yaşının cəmi neçə idi? 26. Gəlirəm və burada qoyuram yerinə. Kamranın yaşını tapıram. 42-dən çıxıram nə? 26. O da eləyir, deməli 16. Yəni tip eynidir. 17-ci suala qədər eynidir. 17 biraz fərqlidir. O da gələn videoda izah edəcəm. Bu qədərini bildirəm, hər kəs üçün faydalı oldu.